Korintlilərə 2-ci məktub. 10-cu fəsil. Paulun müdafiəsi. Yanınızda ürkək, lakin sizdən uzaq ikən cürətli olan mən, Paul, Məsihdən gələn həlimlik və mülayimliklə sizdən xahiş eləyir, yalvarıram. Yanınıza gələndə məni vadar eləməyin ki, bizi cismani təbiətə görə həyat sürən insanlar zənn eləyən bəzi adamlara göstərməyi vacib saydığım cürəti sizə də göstərim. Çünki cismən həyat sürsək də, cismani təbiətə görə döyüş aparmırıq. Ona görə ki, döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik silahlardır. Nəzəriyyələri, Allah barədə biliyə qarşı çıxan hər bir səddi yıxıb, hər bir düşüncəni əsir eləyərək Məsihə itaət elətdiririk. Siz Məsihə tamamilə itaət eləyəndə, hər cür itaətsizliyi cəzalandırmağa hazır olacağıq. Göz qabağında olanlara baxın. Kim Məsihə aid olduğuna arxalanırsa, yadda saxlasın ki, onun qədər biz də Məsihə aidik. Sizi yıxmaq üçün deyil, inkişaf elətdirmək üçün Rəbbim bizə verdiyi səlahiyyətə görə biraz artıq öyünsəm də utanmaram. Elə görünmək istəmirəm ki, məktublarımla sizi qorxuduram. Mənim barəmdə deyirlər ki, onun məktubları ciddi və təsirlidir, özünü görəndə isə zəhimsiz, nitqi də heçdir. Kim bunu düşünürsə, qoy bilsin ki, uzaqda olanda məktublarımızla dediklərimizə yanınızda olanda da əməl eləyirik. Öz-özü barədə zəmanət verən bəzi adamlarla özümüzü bərabər saymağa və yaxud da müqayisə eləməyə sözsüz ki, cəsarət eləmirik. Özlərini öz arşınları ilə ölçə-ölçə, həmçinin özləri ilə müqayisə eləyə-eləyə onlar dərrakələrini itirdilər. Bizsə hədsiz öyünməyəcəyik. Öyünməyimiz Allahın bizə verdiyi, sizin də daxil olduğunuz iş dairəsinin həddini aşmayacaq. Sizə yetişməyənlər kimi uzaqlara getmirik. Çünki Məsihin müjdəsini sizə çatdıran bizik. Başqalarının əməyi ilə öyünüb həddimizi aşmırıq. Ümidvarıq ki, imanınız böyüdükcə aranızda işimizin əhatə dairəsi daha da genişlənəcək. Beləcə, başqasının işinin əhatə dairəsində olan nailiyyətlərlə öyünmədən, müjdəni sizin o tayınızdakı diyarlara da yaya biləcəyik. Öyünən Rəbdə öyünsün. Çünki özü barədə zəmanət verən insan yox, barəsində Rəbbin zəmanət verdiyi insan sınaqdan keçmiş olur.